Aha. Cabbar Qaryadoğlu, Hacı Hüseyisi, yəni bu şəxslərin adlarını çəkəcək, belə qafiyələndirək. Cabbar Qaryadoğlu hətta 20-ci əsrdə nümayəndəsi olmuşdu və müasir muğam sənətinin babası kimi də adlandırılırdı, tanınırdı. Aha, yaxşı. Bəs Azərbaycan tarixində ilk dəfə orta məktəbin əsasının qoyulması nə vaxtda düşür? İlk kişi gimnaziyası nə vaxt olubdu? O 1865-ci ildə. Bəli, 1865. Buna biz nə deyirik? Deməli, ilk gimnaziya, ilk kişi gimnaziyası, ilk orta məktəb, ilk rus dilli orta məktəb. Bu 4 termini görsək, 4 ifadəni görsək, cavab eyni olacaq, 1865-ci ildə idi. Bəli. Bəs yaxşı, desək ki, Azərbaycan tarixində ilk dəfə qızlar üçün məktəbin açılması nə vaxtda düşür? İlk qızlar üçün məktəb 1874-cü 74-cü ildə. Amma fərqi yoxdur da rus qızları. Bəli, bəli, xristiyan. Aha, ümumilikdə götürəndə xristiyan qızlar üçün təhsil sistemi idi. Bu müqəddəs inan məktəbi adlandırırdılar bunu. İlk dəfə Bakıda açılmışdı, 1874-cü ildə idi. Tamam. Bəs yaxşı. Bəs desək ki, rus müsəlman qız məktəbinin açılması bu nə vaxtda götürərik? O da 1901-ci ildə. Bəli, orada rus sözünü görsək belə, çox adam rus sözünü görəndə rus müsəlman qız məktəbi deyən kimi o dəqiqə çaşır ki, bu 1874-dədir. Axı 1874-də müsəlman termini yoxdur. Ona görə də rus müsəlman qız məktəbi deyəndə 1901-ci ildə götürəcək və bu məktəb necə? Burada da bir çox terminlər var. Bax, məsələn, rus müsəlman qız məktəbi, ilk müsəlman qız məktəbi, ilk Azərbaycanda qızlar üçün məktəb və daha sonra ilk pansion tipli qız məktəbi və ilk dünyəvi qız məktəbi. Bəli. Bu terminlərin hamısını görsək, yəni bunlardan hansını görsək, biz yenə də götürəcək 1901. Yəni ümumi bir cavab var, 1901-ci ildə idi. Tamam, bunu da nəzərdə saxlayaq. Bəs Azərbaycan müəllimlərinin ilk qurultayı nə zaman keçirilmişdi? Bu 1906-cı ildə olmuşdu. Nəriman Nərimanov və Zərdabi'nin təşkilatçılığı ilə. Bəli, Nəriman Nərimanov, Həsən və Zərdabi müəllimlər üçün ilk qurultay oldu 1906-cı ildə. Bəs burada əsas hansı məsələlər toxunulmuşdu bu qurultayda? Yəni əsas bu proqramında var idi ki, təhsil şəbəkəsini genişləndirmək, sonra qadınların təhsil almasını, yəni inkişaf elətdirmək, bu sahəni daha çox istiqamətlənmək, sonra müəllimlərin vəziyyətini, sosial vəziyyətini yaxşılaşdırmaq, daha çox, yəni Azərbaycan türkcəsində təhsil verilməsinin önəmini qaldırmaq, yəni bu sahələr daha çox. İcbari təhsil, ibtidai təhsil, məcburi o ibtidai təhsilin olması və təhsil sisteminin pullu yoxsa pulsuz olması da daha çox üstünlük verilirdi? Pulsuz yəqin. Pulsuz, bəli. Pulsuz təhsil verilməsi. Çünki ümumi o durumu, o dövrün vəziyyətini nəzərə alaraq pulsuz icbari bir təhsil sistemi. Bəli, bəli. Hər kəsə çalışırdılar təhsil alsın və xüsusilə də qadınların təhsil səviyyəsini artırmağa çalışırdılar və müəllimlərin, pedaqoji işçilərin də təhsil səviyyəsini artırmağa çalışırlar və ümumiyyətlə onların sayına da daha çox önəm verirdilər. Bəs yaxşı, müəllimlər seminariyasının açılması, ilk müəllimlər seminariyası nə zaman açılıb? Bu 1876-cı ildə Qori müəllimlər seminariyası açıldı. 1879-cu ildə isə Azərbaycan şöbəsi fəaliyyətə başladı. Amma Gürcüstanda fəaliyyətə başladı. Bəs yaxşı, belə bir sual versəm ki, Azərbaycanda ilk müəllimlər seminariyası harda açılıb? İrəvanda 1881-ci Bəli, 1881-ci ildə İrəvanda açılmışdı. Bəs Azərbaycan tarixində jurnalistika elminin əsası hansı hadisə ilə qoyulmuşdu, nə zaman qoyulmuşdu? Mən o 1902 Şərqi Rus qəzeti 1903 Şərqi Rus qəzeti. Bəli. Naşiri kim idi? Bunun naşiri Şahtaxtinski idi. Şahtaxtinski olmuşdu. Bəli. Azərbaycan dilində nəşr olunmuşdu. Aha, hansı qəzeti deyirik ki, Əkinci qəzetin davamlı hesab olunurdu? Kaspi qəzeti. Kəşkül düz deyildiniz. Kəşkül qəzeti idi. Tamam, bəs bu Kəşkül qəzeti neçənci ildə kim tərəfindən çap edilmişdi və harda çap edilmişdi? 1883-cü ildə nəşr olmuşdu. Kim idi bəs naşiri? Tiflisdə idi, bəli. Bəs naşiri kim idi? İki qardaş var, hərəsi bir qəzet çap etdirmişdi. Biri Səid Əfəndiyev, bir də Cəlal Əfəndiyev olmalıydı. Cəlal Ünsüzadə, bir də Səid Əfəndi Ünsüzadə idi. Buradakı, yəni Kəşkül qəzetini çap etdirən Cəlal Ünsüzadə olmuşdu. 1883-cü ildə dedik. Səid Əfəndi Ünsüzadə bəs hansı qəzet çap etdirmişdi? O Ziyalı müəllim. Neçənci ildə?
1879-cu ildə. 1879-cu ildə. Bəs bu Ziya qəzeti nə zaman Ziya-i Qafqaziyə çevrilir? 1880-ci ildə. Deməli biz 1879-cu ildə Ziya-i Qafqazi ifadəsi işlədə bilmərik, amma 1880-ci ildə bu ifadəni işlədə biləcəyik. Artıq özdə bu iki qəzetin ikisi də Tiflisdə çap edilmişdir. Bəs yaxşı Çinarə, Azərbaycan tarixində ilk satirik mətbuatın əsasına vaxt qoyulub? Molla Nəsrəddin jurnalı ilə 1906. 1906 Molla Nəsrəddin jurnalına. İlk nüsxəsi harda çap edilmişdi jurnalın? Hə, mən o Təbriz Bakı, amma birincisi Tiflisdə idi. İlki Tiflisdə idi. 1906-cı ildə, ümumiyyətlə 1931-ci ilə qədər çapda qalmışdı, yəni fəaliyyət göstərmişdi və daha sonra isə Bakıda və Təbrizdə də çap edilmişdi müəyyən nüsxələri. Tamam, Molla Nəsrəddin jurnalı. Bəs yaxşı, Molla Nəsrəddin jurnalına müəyyən karikaturalar çəkən kim olmuşdu? İlk karikaturçu, satirik rəssam Əzim Əzimzadə olmuşdu. 20-ci əsrin rəssam nümayəndələrindən biri hesab edilirdi. Tamam, bəs yaxşı, 19-cu əsrdə Azərbaycanda satira elminin əsası qoyulmuşdu. Bəs yaxşı, deyə bilərsənmi ki, bu satira elminin əsası nə ilə bağlı idi? Yəni, hansı hadisə təsir göstərdi bu satirik ruhda artıq əsərlər yazılmağa başlandı? Məsələn, Mirzə Şəfi Vazeh var idi xüsusilə satirik ruhda əsər yazan nümayəndələrdən. Kiminsə fikri var? Amma hələ tanqid edirdilər hökuməti şəkillərinə. O deməli nə ilə bağlı idi? Nəzərdə saxlayaq. Deməli artıq xanlıqlar dövrü süqut etdi. Yəni xanlıqlar dövrü başa çatmışdı və Azərbaycanda müstəqillik siyasəti iflasa uğramışdı. Və biz Rus müstəmləkəçinin nəzarəti altındaydıq. Və ona görə də artıq o dövr tənqid olunmağa başlanılırdı. Müstəmləkəçi rejim tənqid olunmağa başlanılırdı. Bu səbəbdən də dolayı, deməli Azərbaycanda deyir artıq satira elminin əsası qoyuldu və satirik ruhda əsərlər yazılmağa başlanmışdı. Bəs yaxşı Çinarə, deməli Demidov mükafatına layiq görülən şərqşünas, hətta tarixçi bir alim var, nümayəndə var. Kim idi o? Kazım Bəyov. Mirzə Kazım bəy idi. Deməli, xüsusilə türk-tatar dilinin qrammatikası, dərbətnamə kimi əsərləri var. Əsərlərinə görə ümumiyyətlə Demidov mükafatı alınmışdı, mükafatı verilmişdi ona və dərbətnamə əsəri isə tarixi ruhda yazılmış o dövrün tarixindən də bəhs olunan bir əsər olduğuna görə biz Mirzə Kazım bəy hətta tarixçi alim kimi də adlandıra bilərik. Yəni, həm tarixçi, həm şərqşünas bu formada biz onu qeyd edəcəyik. Bəs yaxşı, şərqşünas alimlərdən biri var ki, numizmatika sahəsi üzrə çalışmışdı. O kim idi? Yəni, numizmatika sözünü görən kimi biz bu şəxsə götürəcəyik. O Topçubaşov. Mirzə Cəfər Topçubaşov olmuşdu, bəli. Bəs Topçubaşovla deməli, bu Mirzə Kazım bəyin ortaq xüsusiyyətləri var. Nələrdir ortaq xüsusiyyətlər? Mən deyim də, həm şərqşünas idilər, həm də Peterburqda fəaliyyət göstərmişdilər. Bir də Kral Cəmiyyətinin üzvü idilər. Kral Asiya Cəmiyyətinin həqiqi üzvləri hesab olunurdu. Ümumiyyətlə 19-cu əsrdə şərqşünaslıq elmi ən çox haralarda rol oynayırdı. Daha çox kök atmışdı. Kazanda Peterburq. Bəli, Kazanda və bir də Peterburqda idi ki, bu universitetlərin böyük rol olmuşdu və bu sahələrin də inkişafında dediyimiz kimi Mirzə Kazım bəy və Mirzə Cəfər Topçubaşovun xüsusilə böyük rolları olmuşdu. Tamam, bəs yaxşı Çinarə, Azərbaycana biz demişdik ki, 1859-cu ildə ilk dəfə deməli Ağ neft zavodu inşa olunmuşdu Bakıda ruslar tərəfindən və sadəcə sonrakı dövrlərdə biz qeyd etmişdik ki, bu zavod müəssisə bağlanmağa doğru gedirdi, iflasa doğru gedirdi. Amma bu prosesin qarşısını kim aldı? Neçənci ildə gəlmişdi Bakıya? Mən o 1863-də gəlmişdi. Bəli, 1863-cü ildə gəldi və hətta deyir 3 dəfə Bakıya gəlmişdi və bu prosesin də artıq qarşısını almışdı, bağlamanın qarşısını almışdı. Azərbaycan tarixinə ilk elmi qiraətxananın əsası nə zaman qoyulur və kimin fəaliyyət əsasında qoyulur? Nərmin Nərimanov tərəfindən qoyulur, kitabxana Bakıda 1894. Bəs yaxşı Çinarə, Avropa tipli təhsil sisteminin əsası nə zaman qoyulur Azərbaycanda? 1830-cu ildə. Bəli, 30-cu ildə hansı məktəbin açılması ilə? Şuşada Qəza məktəbinin açılması. Şuşada Qəza məktəbinin açılması ilə. Bəs yaxşı, belə bir Qəza məktəbi sonra harada da açılmışdı? Çox keçmir ki. Əvvəl kitablar yadımdadır.
Naxçıvanda falan da olmuşdu, amma indi Misək-30. Sadəcə İrəvanın adı qalıb indi. İrəvanda. Bəli, qabaq Naxçıvanda da vardı, Şamaxıda da vardı. Bəli, bəli, bir çox yerlərdə Bakının özündə belə vardı, amma indi onları çıxardıblar hamısına. Bir də İrəvanı saxlayıblar. Bu mix suallarından biri olmuşdu. Deməli, biz burada artıq nəyi bildik? 1829-cu il əsasnaməsini biz hətta adlandırdıq İbtidai dövlət məktəbləri haqqında əsasnamə. Bu əsasnamə verilir, 29-cu ildə verilir. Amma məsələn desək ki, ilk qəza məktəbinin açılması və yaxud da Avropa tipli təhsil sisteminin əsasının qoyulması desək, 1829-la götürməyəcəyik. Biz onu götürəcəyik 1830-cu ildə Şuşada qəza məktəbinin açılması ilə və daha sonra isə İrəvanda qəza məktəbinin açılması. Və bir şeyi nəzərdə saxlayaq. Bax, fikir verirsə, Azərbaycan tarixində biz qəza terminini işlədik 1840-cı ildən. O dövrə qədər quberniya, qəza, sahə, vilayə və s. kimi terminləri işlətməyəcək, düzdürmü? Komendantlı rejim dövründə. Amma bircə dənə bu məktəb baxımından, məktəb sistemi baxımından qəza terminini biz burada işlədirik. 1830-cu il olmasına baxmayaraq. Bu nə ilə bağlı idi? Bu xüsusilə həmin dönəmlər Rus inzibati bölgü sistemindən bağlı idi ki, Ruslarda qəza məktəbi açılırdı və istərsiniz bizdə də tətbiq etməyə başlamışdılar belə bir qəza məktəblərini. Ona görə də qəza məktəbi sistemi kimi gedir. Yəni bunun qəza inzibati bölgü sistemi ilə hər hansı bir əlaqəsi yoxdur. Çünki qəza bölgü sistemi 1840-cı ildən formalaşmışdı. Bunu da nəzərdə saxlayaq, yadımızda qalsın. Bəs yaxşı, bu qəza məktəblərində hansı dildən istifadə olunurdu? Tədris hansı dildə gedirdi? Rus dilinə gedirdi. Amma sadəcə Azərbaycan dili fəndi məcburi fən kimi idi. Burada məcbur yox. İkinci bir dil kimi, Azərbaycan dilində bir fən kimi istifadə olunurdu. Amma məcburiyyət Rus Tatar məktəbində idi. 1887-ci ildə açılmış Rus Tatar və ya da Rus müsəlman məktəbi və yaxud da ilk Azərbaycan dilindən istifadə olunacağı bir orta məktəb deyə bilərik. Çünki ilk orta məktəb dediyim 1865, amma hətta ilk Rus dilli orta məktəbi idi. Amma 1887-də isə burada Azərbaycan dilində vacib bir dil kimi tədris olunduğu bir məktəb kimi qiymətləndiririk. Bəs bu 1887 məktəbinin, orta məktəbinin açılmasında kimlərin rolu olmuşdu? Hansı ziyalıların rolu olmuşdu? Həbib və Məhmud. Bəli. Həbib və Məhmud bəy bir də Sultan Məcid Qənizadə idi. Aha. Bəli, bu iki şəxsin daha çox rolu olmuşdu. Bəs yaxşı, Çinarə, deməli, Azərbaycanda dedik ki, ilk müəllimlər seminariyası 1881 İrəvanda açıldı. Bəs 20-ci əsrdə haralarda açılmışdı belə bir müəllimlər seminariyaları? 1994-cü Gəncədə, 16-cı ildə də Bakıda. Bəli. Kimdə Anasevin 24-25 vəsaitində yazılmayıbdı illəri? Onu qeyd edərsiniz. Gəncədə müəllimlər seminariyası 1914-cü ildə açılmışdı. Bakıda isə 1916-cı ildə açılmışdı. Sonra isə biz AXC dövründə keçəcəyik. Düzdür, indi ilini çıxardıblar, amma deyim 1918-ci ildə Qazaxda da açılacaq. Bu da necə? Yəni Qoru müəllimlər seminariyasının Azərbaycan şöbəsi ki vardı, Gürcüstanda olan şöbə köçürüləcək Qazaxa. Və bu proseslərin həyata keçirilməsində Fürdun bəy Köçərlinin böyük rolu olacaq. İstər Gəncədə, istər Bakıda müəllimlər seminariyasının açılması, istər Qazaxa köçürülməsi o filialın, yəni artıq biz Qazaxda müəllimlər seminariyasının açılması deyirik və bu kimi sahələrdə Fürdun bəy Köçərlinin rolu olmuşdu. Bəs Çinarə, Azərbaycan tarixini ilk dəfə elmi əsaslarla yazan şəxs kimi olur? Bakıxanov olmuşdu müəllim. Bakıxanov olmuşdu. Bəs deməli, ilk bədii qrammatikanın əsasını kim qoyubdu Azərbaycan tarixində? İlk elmi qrammatika, bəli, qrammatika, ilk bədii qrammatikanın əsası kim tərəfindən qoyulub? Kazım bəydir müəllim. Elə Bakıxanovun özü olmuşdu. Bəli, elə Bakıxanovun özü olmuşdu. Bəs yaxşı, Azərbaycan ədəbiyyatı tarixini elmi əsaslarla yazan şəxs kim olubdu ilk dəfə? Fürdun bəy Köçərli olmuşdu. Bəli, biz bu şəxsə götürəcəyik. Gülüstan İrəm əsəri ilk dəfə elmi əsaslarla yazılmış əsər 1841-ci ildə hansı dönəmlərdən bəhs olunmuşdu? Amma biz necə düz deyək ki, Azərbaycanın Dağıstan işğalından gəlib 1813-cü Gülüstan müqaviləsinə qədər. Yəni o qədim dövrlərdən başlayır, 1813 Gülüstan müqaviləsinə qədər gedir. Orada Dağıstanın, Şirvanın bir hissəsindən belə hətta adı çəkilmişdi. Yəni o dövrlərdə məlumat verilmişdi. Bəs biz Bakıxanovu hansı müqavilədə demişdik ki, orada tərcüməçi qismində çalışmışdı? Yəni fəaliyyət göstərdi tərcüməçi. Bəli, Türkmənçayda. Baxmayaraq ki, əsər Gülüstana qədər idi, amma özü Türkmənçayda tərcüməçi rolunda çıxış etmişdi, fəaliyyət göstərmişdi orada. Bəs Kəşfül Qəraib əsəri kimə aid idi? Yarımçıq qalan bir əsər. Mən burada Bakıxanova aid idi, özü şeydi.
Sonra onun başqa əsərə görə də mükafat da verildi. Qanuni Qüds əsəri vardı, bəli, buna görə də mükafat almış. Deməli, Bakıxanov həm tarixçi, həm coğrafiyaçı, həm şərqşünas alim kimi tanınır. Daha sonra isə bir dənə də coğrafiyaçı vardı, həm də tarixçi, etnoqraf kimi, səyyah kimi fəaliyyət göstərən bir şəxs olmuşdu. O kim idi? Bəli, Seyid Əzim Şirvani idi. Ondan sonra ilk milli teatrın əsası qoyulmuşdu. Nə zaman? 1873-cü ildə. 73-cü ildə milli teatrın əsası qoyuldu. Şagirdinin özü kömək eləmişdi. Bir Vəzirovun özü idi də məncə. Bəli, Nəcəf bəy Vəzirov idi, bir də özü idi. Özü də bu teatr ilk dəfə hansı əsər idi səhnələşdirilmişdi? Xanım Ləçəyan, Mirzə Fətəli. Aha, bəli, deməli, Mirzə Fətəli Axundzadənin Sərgüzəşt Vəzirxan Lənkəran əsəri idi və özü də bu əsər tamaşaya qoyulmuşdu. İndiki İqtisad Universitetinin binasında keçmişdə Bakı Realnı məktəbi kimi tanınırdı o. Şəmsə Əsədullayevin maliyyələşdirilməsi nəticəsində ərsəyə gələn bir bina idi. Orada ilk dəfə. Bəs biz hansı dövrdə deyəcəyik ki, Bakı, deməli, həvəskarlar qrupasından artıq peşəkarlar qrupuna çevrilmiş oldu. 1883, yəni nə baş verdi 1883-cü ildə? Yəni ixtisaslaşdılar da, həm də bina açıldı, teatr binası, artıq rəsmlıq yerlər var idi da. Bəli, ilk teatr binası 1883-də Tağıyev teatrı adlanır. Bəs yaxşı, şəhərsalma memarlıq sahəsində kimlərin rolu olub? 19-cu əsr memarlarından, 20-ci əsr əvvəllərində fəaliyyət göstərən memarlardan kimlərin adını çəkə bilərik biz? Mən Qasım Hacı babadır. Qasım bəy Hacı Bababəyov, sonra? Sonra biri vardı, Qızlar Məktəbi 1901-ci ildə qeynəm başlayırdı da. Qoslavski. Daha sonra Zivər bəy Əhmədbəyov. Bəli, bu kimi şəxslərin xüsusi olaraq böyük rolu olmuşdu. Bəs yaxşı, Azərbaycan tarixində ümumiyyətlə deyir Avropa turistlərini belə heyrətə gətirən şəhərin terraslara bölünməsi. Bəli, içəri şəhərdə idi. Düzdür. Bəs pilləkənvari formada qurulması idi. Bəs bunun ərsəyə gəlməsində kimin rolu olubdu? Qasımdır da. Qasım bəy Hacı Bababəyov idi. Bəli, bir təhsil müəssisəsi var ki, o təhsil müəssisəsini bitirənlər peşə tipli məktəblərə sənəd verə bilərdilər, seminariyalarda gedib fəaliyyət göstərə bilərdilər, müəllimlər seminariyalarında. Bu hansı təhsil müəssisəsi idi? Kim xatırlayır? İlk qadın gimnaziya məktəbi deyil. Yox, ilk qadın gimnaziya məktəbi deyil. Özdə deyir, o xüsusi bir şərt də vardı orada ki, yəni hər kəsə də şamil olunurdu. Xarici dildən imtahan verərək peşə tipli məktəblərə gedə bilər və seminariyalarda gedib müəllim kimi də çalışa bilərdilər. Mən rus tatar məktəbləri. Bəlkə 1912-ci il şəhər məktəblərini deyək, 3-4 sinifli məktəblər. Bəs yaxşı, Çinarə, Azərbaycan tarixində ilk dəfə olaraq pullu 6 illik ibtidai şəhər məktəbləri əsas qoyulmuşdu. Nə zaman? Mən 72-ci il əsasnaməsinə görə. 72-ci il əsasnaməsinə görə. İndi belə bir şey deyim. 72-ci il əsasnaməsində pullu şəhər məktəblərinin əsasının qoyulması ilə artıq qəza məktəblər demək olar ki, yavaş-yavaş sıradan çıxmağa başladı. Yəni bundan sonra başlayır 6 sinifli ibtidai pullu şəhər məktəbləri. Bu fəaliyyətə başlamış olacaq. 1912-ci ildə isə qərarı dəyişirlər. 3-4-cü sinifdə 4 il, yəni 3-4-dən sonra 4 il bir də oxuya bilərsən də 8 il yoxdur. Bəli, 3-4 sinifli məktəb sistemin əsası qoyulmuşdu. Bu da şəhər məktəbləri, ödənişli məktəblərdir təbii ki. Amma burada indi 3-cü sinif, 4-cü sinif belə bir məsələ var da. Amma bu demək deyil də 1872 məktəbləri bununla da fəaliyyətini dayandırdı. Dayandırmır. Müəyyən müddət düzdür, onun sayı azalacaq, amma fəaliyyət göstərəcək. Bu tipli məktəblər fəaliyyət göstərəcək. Daha sonra 1949-cu ildə, bunun indi ilini çıxardılar, ümumiyyətlə bunu çıxardılar, daha vermirlər. 1949-cu ildə 7 illik məktəb sisteminin əsası qoyulacaq Azərbaycan tarixində. 1959-da 8 illik, düzdür. 1966-da 10 illik məktəb. 80-ci illərdə isə, 80-ci illərin ikinci yarısında isə 11 illik təhsil sisteminin əsası qoyulmuş olur. Bəs Azərbaycana ilk dəfə kukla tamaşaları hansı dövrdə göstərməyə başlandı? O mənim 19-cu əsrdə. Bəs bir şey də deyim, bunda nəzərdə saxlayaq. Var milli teatrın əsasının qoyulması, var dövlət teatrın əsasının qoyulması. Bu dövrdə dövlət yoxdur ki. Müstəmləkəçilik altında, düzdürmü? Ona görə də bu dövrdə... Bəli.
Bəli, ona görə də bu dövrdə əsası qoyulan teatr milli teatrdır. MM, müstəmləkə dövrü milli teatr. Amma ilk dövlət teatrı deyilsə, o zaman biz Azərbaycan Xalq Cümhuriyyəti dövrünü götürəcəyik 1918-ci ildə. Nəzərdə saxlayaq, onu yadımızdan çıxmasın. Bəli. Deməli, bir şəxsimiz var. Həm rəssam kimi fəaliyyət göstərib, həm də ki, bir məktəb təhsil elminin əsasını qoymasına rol oynamışdı. Müəllimim Mir Möhsün Nəvvab həm rəssam idi, həm də Şuşada Qəza məktəbi açdırmışdı. Qəza yoxsa Üsul Cədid məktəbi? Üsul Cədid. Üsul Cədid məktəbinin açılmasına rol oynamışdı. Bəs yaxşı kimin portretini çəkmişdi Mir Möhsün Nəvvab? Teymur Lənc. Əmir Teymurun portretinin çəkilməsinə rol olub. Bəli, Əmir Teymurun portretində idi. Tamam, bəs yaxşı, realizmin də nümunələri meydana gəlməyə başlamışdı bu dövrdə rəssamlıq sahəsində. Misal üçün kimləri göstərə bilərik? Mirzə Qədim İrəvani gənc qadın portretində bu realizm əks olunmuşdu. Bəli, daha sonra bir dənə qadın rəssam, həm şair, həm rəssam, Bir də Xurşudbanın bəli, bəli. Aha. Demək, xəttat kimi, rəssam kimi fəaliyyət göstərmişdi. Xurşudbani Natəvanın adını biz çəkmiş oluruq. Düzdür. Daha sonra kənd məktəbləri. Bu kənd məktəbləri haqqında nə deyə bilərik? 1874-cü ildə açılır kənd məktəbləri. Burada ancaq kəndlərin uşaqları oxuya bilərdi. Təhsil də ancaq rus dilində idi. Bəli. Və bu məktəblərin də xərcini deməli kənd idarəsi. Bəli, kənd icmaları özləri, kənd bələdiyyələri, kənd icmalarıdır ki, onlar ödəməli idi. Həmin bunların təhsil haqqısını və yalnızca kənd uşaqları üçün, amma təhsil rus dilində aparılırdı. Burada Azərbaycan dili yox, yalnız və yalnız bir təhsil rus dilində aparılmalı idi. Yaxşı, gəldiyində belə bir sual verəcəm. Deməli, əvvəlcə məktəb sistemləri, belə əsaslı geniş miqyaslı məktəb sistemləri, gimnaziyalar və s. açılmamışdan qabaq təhsil mollaxanalarda və mədrəsələrdə alınırdı. Mollaxana ibtidai təhsil verən məktəblərdir, mədrəsələr isə ruhani məktəblər və yaxud indi bizim bugünkü günümüzdə deməli universitetlərimiz ali təhsil müəssisəsi hesab olunur da, bəli. Bəs yaxşı, bunların hansında təhsil ödənişli idi və valideynlər özləri ödəməli idi təhsil haqqını? Mollaxanada valideynlər ödəniş edirdilər, mədrəsələr isə pulsuz idi. Yəni o böyük məscidlərin hesabına ödənilirdi. Bəli. Bəs yaxşı, bunlardan hansında qalmaq var idi? Yəni qalmaq mümkün idi? Mədrəsələrdə. Mədrəsələrdə qalmaq olardı. Və yenə də məscidlərin nəzdində idi və məscidlərin hesabına saxlanma məsələsi vardı. Burada hər hansı bir ödəniş ödənilmirdi. Bəs bunlardan hansında xüsusi bir proqram yox idi? Mollaxanalarda xüsusi proqram yox idi. Bəs mollaxanalarda hansı amil dil savadlıq əlaməti hesab olunurdu? Hansı amillər? Deməli, Quranı oxumaq, kiçik mətnləri oxumaq, yəni savadlıq əlaməti. Fars dillərində mətnlərin oxunması idi, Quran-Kərimi bilmək idi, yazı bacarığı idi, ərəb fars dillərini oxumaq idi. Bunlar hamısı xüsusi olaraq deyir bir bacarıq, oxu bacarıq hesab olunurdu. Quranın daha çox burada da tədris olunurdu. Mədrəsələrdə tədris olunur. Çünki o dövrlərdə daha çox Quran tədris olunurdu. Oradakı hərflər ən çox öyrədilirdi. Məsələlər vardı burada. Üsul Cədid məktəbləri açanlardan daha kimlərin adını çəkdik? Baş Şirvaninin adını çəkdik. Sonra Mir Möhsün Nəvvabı dedik. Qaldı ikisi. Naxçıvanda Məhəmməd Tağı Sidqi idi. Bir də Rüşdiyə idi elə. Elə Rüşdiyə idi. Rüşdiyə haralarda açmışdı bəs? İrəvanda. İrəvanda, bir də Təbrizdə idi. Deməli, Cənubi Azərbaycanda ümumiyyətlə Rüşdiyənin böyük xidmətləri olub, rol olmuşdu. Təhsil, elm sahəsinə, mədəniyyət sahəsinə bağlı. Və hətta tək Cənubi Azərbaycanda yox, elə Şimali Azərbaycanda da İrəvanda belə bir məktəbin açılmasında, Üsul Cədid məktəbinin açılmasında böyük xidmətləri olmuşdu. Bəli, bu şəxsində biz adını çəkmiş oluruq. Bəs yaxşı, Cənubi Azərbaycan 19-cu əsrdə burada da elm mədəniyyət sahəsində müəyyən nailiyyətlər var da, düzdürmü, təhsil sahəsinə? Və Şimali Azərbaycandakı qədər geniş miqyaslı inkişaf deyə bilərikmi orada da, yoxsa yox? Geniş miqyaslı inkişaf yox idi. Elə əsasən məktəb mədrəsə sistemi orada qalmışdı. Daha sonra bir yeniliş, başqa bir yeniliş vardı. Məsələn, bu Üsul Cədid məktəblərindən başqa bir yeniliyin də adını çəkə bilərik. Təbriz Dövlət Mədrəsəsi və ya da Darülfünun onun açılmasına rol olmuşdu. Bəli, bir də daha çox hansı dildə də üstünlük verilirdi? O dildə deyir, tədris olunurdu artıq. Ərəb fars dilləri. Fransız dili.
Ərəb farsilər zaten onlarda var idi. Amma fransız dilinə də daha çox üstünlük verilirdi. Deyir, o dövrdə hərbi sisteminə baxılırdı, hərbi məktəb sistemlərini, yəni hərbi təlimlər daha doğrusu keçirilirdi və bir də fransız dilinə də üstünlük verilirdi. Tip dərslər vardı, həndəsə dərslər vardı. Zaten bu tip həndəsə dərslər bizdə də vardı, amma bizdə məsələn hərbi dərslərə üstünlük verilməsi məsələsi, hərbi dərslərin keçirilməsi məsələsi bizdə qeyd olunmur. Çünki ruslar istəmirdilər də bizimkilər hərb sistemlərini öyrənsinlər. Hətta ona görə 1887-ci ildə biz demişdik ki, deməli vergi sistemində tətbiq etmişlər. Hərbə getməməklə bağlı vergi sistemində tətbiq etmişlər. Yəni belə bir məsələ burada öz əksini tapmışdı. Nəzərdə saxlayaq. Yəni fərqli cəhət kimi İranda deməli Qacarlarda hərbi tədris var idi. Hərbi təlimlər dərs kimi keçilirdi. Amma Şimali Azərbaycanda belə bir ifadəni biz demirik, yoxdur. Daha sonra bəs Cənubi Azərbaycanda nə zaman həm milli teatrın əsas qoyulur, sonra da teatr binası inşa olunur. Hansı dövrə düşür bu? 1909-cu ildə teatrın əsası qoyulur, 16-da teatr binası tikilir. Və bu teatrın əsasının qoyulmasında da şimaldan gedən nümayəndələrin böyük xidməti olmuşdu. Bəli. 1909-da milli teatrın əsası, 1916-da isə teatr binasının əsası qoyulmuşdu. Tamam. Və 1909-da teatr əsası qoyulan bir dönəmdə Cənubi Azərbaycanda hansı hərəkat davam edirdi? Məşrutə hərəkatı. Bəli, məşrutə hərəkatı həmin dövrdə davam edirdi. 16-cı ildə isə artıq hansı dövlətin nəzarəti altından keçmişdi? Təbriz Cənubi Azərbaycan bölgəsi. Rus qoşunları tərəfindən işğal olundu. Bəli, dünya müharibəsi gedişatındaydı. Rus qoşunları tərəfindən artıq işğal edilmişdi. Təbriz Cənubi Azərbaycan bölgəsi idi. Tamam. Daha sonra, bəs xristianlar üçün ilk başladı. İndi biz dedik ki, müsəlmanlar üçün o mollaxanalar, mədrəsələr vardı. Bəs xristianlar üçün hansı təhsil sistemi vardı? Harada təhsil verilirdi? Kilsədə və xüsusi məktəblərdə təhsil. Bəli, xüsusi məktəblər və kilsələr vardı orada. Bəs hansı məktəb təhsil müəssisəsi idi ki, orada heç bir zümrə fərqi yox idi? Bax, məsələn, qəzalarda var, pulu şəhər məktəblərində var idi, gimnaziyalarda var. Amma elə bir təhsil müəssisəsi var ki, orada heç bir zümrə fərqi yox. Kim istəsə təhsil ala bilər. Mollaxanalar idi bunlar. Mollaxanalar mədrəsələrdir ki, yəni burada heç bir fərq yox idi. Müsəlmanlar üçün də məktəblər açılmışdı. Bu nə zaman açılır? Hansı bölgələrdə xüsusilə? 1849-cu ildə belə Gəncədə açılır. Sonra Şuşada, Şamaxıda, bir də Bakıda. Bəli, Şuşa, Şamaxı, Bakı və Gəncə bu 4 bölgədə daha çox müsəlman məktəbləri açılmışdı 1849-cu ildə. Bəs 1829-cu ildə müsəlmanlarla bağlı hansı qərar verilmişdi? Müftü və bu deməli vəzifələr Şeyxülislam və müftü vəzifələr vardı. Bəli, bu vəzifələr tətbiq edilmişdi. Düzdür. Daha sonra İstanbulda tibb sahəsini bitirən, tibb universitetini bitirən, sonra həm şərqşünas kimi, həm tarixçi, həm pedaqoq, həm fəlsəfə sahəsində məşğul olan, həm psixoloq kimi fəaliyyət göstərən bir şəxs vardı. Kimin adını çəkə bilərik? 10 parmağında 11 marifət. Hatırlamadım mənim adımı. Kömək edək. Əli bəy Hüseynzadə idi, bəli. Fransanın, yəni Parisin Sorbonne Universitetində fəaliyyət göstərən 2 şəxs var. Kimlərin adını çəkə bilərik? Bir Əhməd bəy Ağayev, bir də Şahtaxtinski. Həm də onlar şərqşünas idi. Aha, Əhməd bəy Ağayev idi, bir də Məmməd ağa Şahtaxtinski idi. Hər ikisi Fransanın Sorbonne Universitetində idi. Azərbaycan tarixində ilk qadın jurnalı. İşıq jurnalı idi, bəli. Biz buna qəzet deyə bilmərik. Elə Füyuzadın adını çəkdik. Füyuzad da jurnal idi. Füyuzadda da qəzet deyə bilmərik. Molla Nəsrəddinə də qəzet deyə bilmərik. Bəs yaxşı, belə bir sual verəcəm. Şərq dünyasında Avropa üsulunda dərc olunan ilk qəzet, ilk mətbuat hansı hesab olunur? Kim xatırlayır? Bəli, elə ikinci qəzetin özü idi. Yəni sual bu tipdə də verilə bilər. Elə ilk milli mətbuat orqanı kimi yox, amma şərq dünyasında Avropa üslubunda dərc olunmuş ilk qəzet kimi verilsə, yenə də biz ikinci qəzetini götürəcəyik. Çünki əsas önəmli rol oynayan, Azərbaycan mətbuat orqanında rol oynayan qəzet o idi. İkincisinin də davamçısı sonra dedik hansı qəzet idi? Ərəbcədə mənası çanta mənasında işlədilir hətta. Kəşrü qəzetini bəli, biz qeyd etmiş olacağıq. Bəs yaxşı, 19-cu əsrdə şəhərsalma sahəsi önəmli rol oynuyordu. İnkişaf etmişdi. 4 dənə şəhər vardı ki, onların baş planları hazırlanmışdı. Hansı şəhərlər idi? Özdə rus nümayəndələr, rus memarlar tərəfindən.
Naxçıvan, Bakı, Gəncə, Şamaxı. Bəli. Bəs yaxşı, bunlardan ilk olaraq hansının baş planı hazırlanmışdı? Naxçıvan. Yox, Şamaxı. Şamaxı ilə ilk olaraq o idi, bəli. Bəs yaxşı, deməli, bu dövrdə 19-cu əsrdə xüsusilə hansı şəhərdə deyir ki, neftçi fəhlələr üçün qəsəbələr salınırdı? Məntiqcə düşünsə hansı şəhər götürərik? Bakıda elə, çünki Bakıda Bəli, neft var. Bakıdaydı. Aha, neftçi fəhlələr üçün qəsəbələr. Neftçi fəhlələr üçün biz sonrakı dövrlərdə də qəsəbələrin salındığını deyəcəyik. Amma ilk dəfə olaraq 19-cu əsrin sonlarında. 3 dənə şəhər var ki, bu şəhərlər deyir dəmir yol xəttlərindən kənarda olduğu üçün elə də yaxşı inkişaf eləməmişdi. Şuşaydı, Aha. Şamaxıydı. Bir də Şəki. Bəli, 3 dənə Ş. Yadda saxlayırıq, Şuşa, Şamaxı, Şəki. Dəmir yollarla kənarda olduğuna görə o qədər də yaxşı inkişaf etməmişdi. İlk qəza məktəbi neçənci ildə açılmışdı, harda açılmışdı? 1830-cu ildə Şuşada. Şuşada, daha sonra harda açılır? Ondan sonra İrəvanda və digər şəhərlərdə. Aha. Deməli, əsasnamə nə vaxt verildi? 1829-da. 29-da. İbtidai dövlət məktəbləri haqqında əsasnamə. Bəs yaxşı, ibtidai məktəblər haqqında əsasnamə nə vaxt verildi dedik? 74-də. 74-də kənd məktəbləri və ya da xalq məktəbləri. Bunu ibtidai məktəblər də deyirik. Daha sonra 1872-də necə bir məktəb sistemi var idi, fəaliyyət göstərmişdi. Azərbaycandakı olan bütün qəza məktəbləri 6 illik məktəbə çevrilmişdi və bunlar şəhər məktəbi adlanırdı. Bəli, pullu şəhər məktəbi. Aha, pullu şəhər məktəbinə çevrildi. Yəni qəza məktəblərinin adını artıq indən sonra çəkməyəcəyik. Amma bu şəhər məktəbləri 20-ci əsrin əvvəllərində davam edirdi, 6 illik məktəbdə. Yəni ümumi olaraq uzun bir müddət davam eləyibdi. Daha sonra üsul cərrah məktəblərinin özü nəzərdə saxlayın. Yəni üsul cərrah məktəblər də ləğvini biz demiriksə əgər, deməli 20-ci əsrin əvvəllərində də 20-ci əsrdə də üsul cərrah tipli məktəblər var idi və fəaliyyət göstərdi. İlk üsul cərrah məktəbini dedik ki, kim açdı? Seyid Əcəb Şirvani 1869-da açmışdı. 69-cu ildə və Şamaxıda açmışdı, düzdür. Daha sonra bəs portret ustaz kimi tanınan şəxs kim olmuşdu? İrəvani Mirzə Qədim. Bəli, Mirzə Qədim İrəvani idi, bəli. Bəs ilk gimnaziyanın əsası nə vaxt qoyulur Azərbaycanda? Bakıda 1865-də. 65-ci ildə. Bəs ilk kişi gimnaziyası desək? Yəni o da elə eyni şeydir. Kişi gimnaziyası, bir də orta məktəbdir. Hamısı budur. İlk orta məktəb, ilk rus dilli orta məktəbi idi. İlk rus tatar orta məktəbi